Necəsiz? Ne iyisiniz? Bugün kardeşimle birlikte kent serisine başlayacağız. Serinin ne olduğunu bilmek istiyorsanız seri bölümleri olan bir e, videodur. Ve videomuza başlayalım. Biz ev eləyəcəyik dostlar. Gəlin ağac qıraq ve ev düzəltməyə başlayaq. Bugün ev düzəltəcəyik. İkinci bölümde de ki bakarız ne yarız. Dostlar siz de abone olup like atmayı unutmayın. Yani destekiniz çok önemlidir bizim için. Böyle de ev istemiyorum düzeltmek. Sen de düzelt. Ben düzeltirim. Sen alet edevat düzelt tahtadan. Sen evde daha çok var. Ne oldu? Buyur sonra alet edevat düzeltti sen. Ben de şimdi Düştüm. Düştüm madene. çıkmadım. Hı? Çıkmadım. Çıkmayayım. Ne vurdu? İstəyirsən sen gitsen Öldüm. yün uzadı Ben öldüm. yatak üçün. Ben öldüm. Sen ne üçün öldün? Örümcek. Birisi köylülerin evinden yıkarlar. Kertikleri. Şöyle. Ben 12'den yıldım. Aa inek. Ben Öyle. et yığırım biraz. Öl. Neyse ölme git bağışlayacağım seni git. Koyun var. Kırsan koyun sana. İnsan alet edevattan güzel. Ben giderim. Koyun aktarım. 6 tane. 5 tane yani. Bende bir tane var. Dostlar bu serinin ardının gelmesini istəyirsinizsə 3K like gözləyirik sizdən. Yani çok da değil. Yani atabilirsiniz bence. Evet. Neyse. Başlıyor. Dostlar domuz tapabilmem. Domuz. Hüseyin. Domuz tapabilirsen. Domuzu ne yiyorsun? İneği. Ben koyun. Bir tane koyun taptım. Heyvanlar sayılır. Koyun taptım. İkinci koyunumuzu taptık dostlar. Ne güzel ev düzeltek sonra yerleşək. Dostlar biz köylünün həllik şəhərlilərin evində yaşayacağıq. Çünki hər günümüz çatmır. Məndə 2 tane yün var. Yoktu məndə yün. Mən yün yığıram. Hava axşamında yani bir günlük gəlməyəcək. Ben bu ağacı da kırım. Mən alet edevatlar düzəltmədiyim üçün biri 16 oldu. Otuz tane ağac yığdım. Yaxşıdır. Gidelim. Ben de alet edevatları yapışacağına başlayayım düzeltmeye. Benim evim ardıydı. Ardı burası. Şimdi biz burada köylülerin evine zəfləmişik. Kəndlilərin. Kəndli. Neyse. Biraz taxta.
Bir yana çalışma masası, biraz da çubuk. İşte bu kadar. Hüseyin sen alet edevat düzelt ikimiz şimdi. Burada ben de bu tahtaları saklayayım. Sabah duranda güzeller. Ben yatırım. Ya. Aman bir de çubuğu var. Şey sen de git yat. Bana Yatacağım. görüşürüz. O sırada ben evimde olmalıyım. Ama evimde ailelim. Şehirlilerin de evinde duranlar. Yat da Hüseyin. Yatıyorum. Allah bu yatan değil. Yattın? Evimin içine geliyorum. Sen git yat. Hayır lan. Hayır. Neyse yatak. Aslanım var. Hoppala. Yattım. Ne Şu oldu? anda canavar. Bugün çalışacağız ki 3 tane daha video atak. Yani kanalımız tezet diye yani hele 2 videomuz var. Bunu sarsak 3 tane. Dəstəyinizin, hamınızın dəstəyini gözləyirəm. Yəni, yeni kanala. Hüseyin yatmışsan. Gəlim köməyə. Lazım değil. Bir de bu bebek ölmedi. Gəlib çubuqla dövəcəm onları. Evet, şu olayında kalıyor. Mənə qılıncımı da atdım. Öldü. Gəlim olsun. Öldü. Verər. Oldu mu Aparasın. seviye? Ver. Oldu alet yap gözler. Öbürsüləri də ver. Sabah gidib sən daş yığarsan, mən evi düzəltərəm, oldu? Ne elinde yani? Sabah. Sen gidip daş yığarsan, madenden zatlar, demir zat, böyle şeyler Ben maden tapmıştım bir yak. olsun. Bir yakına şey oldu. O creeper, o. Creeper kardeş, gelme. Ne Şu olur anda patlama. gelene Ne patladı ne? Canavar var. Yaşı evimin yanında patlamadı. Ben yeni Şükür. yatamıyorum. Creeper senin gözün çıksın. Neyse, evimizi taxtana təmirləyərək. Tax. Yatdı şimdi. Yakınımızda canavar var. Bir yaklandır. Öldürdüm. Ya Şurada yine bir tane akta gözlüyor. Aha, deməli. Biz Ben durduq. gittim madene. Sen git madene, ben Ama de bir de odunum yok da çok az. olsun. Evimiz üçün bir dənə yer tapaq. Odun çok az değil mi? Ay, bir dənə çubuq götür, bir də eşyamız və salam da. Çubuğum yok ha benim. Odun lazım değil. Ben de bir dənə yer lazımdır. Bilmiyorum, Ben gidip düz ve madene. güzel bir yer. Harda var. Orada maden. Burada eləyə bilərik. Məsəl üçün də bu gözəldir. Çəkildi şey. Ben madene gidiyorum. Burada, bura onsuz da madən də ha. Baxın. Dostlar ben madene gidiyorum. Bura madəndir. Sən vursana. Nə vursana? Ay. Yes. Kömür. Ben burada düzəltəcəm. Hesabla buradan çıxıb Promoy madən də gedər. Bunları təmizləyək. Demir taptım. Madəni də qabağını bağlayarıq. Madən üçün qapı da qoyarıq. Demir taptım. Əcəb elədim. Daş alət edəvat. Mənim üçün düzəlt, özün üçün. Deməli. Yekə bir şey də olmasın evimiz. Yəni 1, 2, 3, 4, 5,
6, 7, 8, 9, 10 beləsindən 7, 8 elə beləsindən. Bu video bəsənə gəlir. Deməli, buralarda da yaxşı bir dənə yediyim ya. İkiyə də düzəltmək lazımdır. Düzəltilir burada. Böyle bir. Dostlar siz de kentimiz için ne edebilir yani yorumlara yazın. Yorumlara yazın fikirlerinizi. Deməli. Bu muydu bəsdir? Nə boydu eləyimi? Böyüklüyümü. Yerləri bağlayaq. Baxın. Yaxşıdır. Bir dənə indi. Buradan da bunları bağlayaq. Burada. Koyaq. Əla. İndi buradan getirəcəyik. Beləsini getirək. İnşallah güzel olur. Deməli, girişin ardından bunun altını çıkmışıq da. Neyse, burada bağlayaq. Ve 2 dənə belə gözəl bir pilkən qoyarıq. Oranı çıxarıq. Pilkənləri buradan qapılar dikək. Bura əvladır. Baxaq. Təmiz iş. İndi bir dənə merdiven uzatalım. Bir dənə. Ne kadar daşıyırmışsın şey? 13 tane taşım var. 13 daş. Ben sana oraya daş yığmaya gönderdim. Demir yazmadı. Demir düşüyorsa git daş. Bir demir de lazım değil neyse de. 8 gün lazım da. 8 gün lazımdı diye. 42 tane. Sen bir git daş yığ. Mən ev üçün daş lazımdır mənə. Estağfurullah, birim qoyulan birim qoy. Ha, en azı 2 kazmanla qırırsan da la. Halbuki əlinlə taxır. Biz bir ki burada işləmirik. Neyse. Neçə dəmirim var? 47 dəmir? Hə. Ne oldu? Neyse. Mantar her şey dəmir. 4 dənə olsa arasından bir xayır çox oldu. 2, 2. Ya da 4 dənə dəmir. Hə, deməli. As. Dostlar, kanalımızın 300K olduğundan sonra sual cevap videosu çekeceğiz. Yani suallarınızı yazarsınız.
etməli. Mənim yeməyim yoxdur. Mənim evimdə sandıq olmalıdır. Estağfurullah. Bizim kəndin cəmaatı çox mehribandır yəni. Demir qoləmi də çox mehribandır yəni. Üzünüzə baxır gülür. Dostlar, indi belə çox uzun çəkəcək bizim evimizi düzəltməyimiz. Biz evi düzəltib gəlirik. Evimi qurtardım, göstərəcəm sənə. Hüseyn hələ də madəndədir. Və 3, 2, 1. Bu da mənim evim. İçində Hüseynlə mənim yataqlarımız var. Yataqların yanında yəni lazımlı olan bir şeylərimizi qoymağa. Burada soyuducu, burada sandıqlar, burada fırınlarımız, burada isə zırhlarımızı qoyucuq. Yəni buradan pəncərələrimizdən baxdıqda isə orada yağmacı karakolunu görürük. Onu da gələcək bölümlərdə yəni fəth eləyəcəyik. Ona görə sağ olun dostlar. Yeni bir videoda görüşmək üzərə. Bu serinin davamının gəlməsini istəyirsinizsə bəyənib abunə olmağı unutmayın. Sağ olun dostlar.